Buna çok dolğun, düzgün cavab verdiyinə görə yoldaşlarımızı neyinirik? İkinci sizlə qrup tapşırıqlarına baxırıq. Deməli, Ramilə qızımızın izah elədiyi kimi, həndəs silsilənin, əvvəlcə ədədi silsilənin, sonra isə həndəs silsilənin xassəsi nəzərə alınmaqla məsələ həll olunur, tamamilə doğrudur. Üçbucağın böyük tərəfi 20, orta həddi 16, kiçik tərəfi 12 olur. Deməli, bəli, Pifaqor teoremindən bu üçbucağın biz növünü müəyyənləşdirdik. Doğrudan da üçbucağın Və almışlar sizin üçün gəlir. Ardıcıllıq qrup tapşırıqlarının cavabları. Birinci məsələnin cavabı. Pəhlan qızımızın çox sevdiyi cümlə, nə maraqlı. Bəli, çox gözəl izah verildi. Həndəsi silsilənin də izahı çox gözəl izah olunmuşdur. Hədlərin cəminin tapılması Lamiyə çox gözəl izah eləmişdir. Və hər bir çox gözəl. Gəlin indi birinci sizin təqdimatlarınızı qiymətləndirək. Təqdimata görə Fibonacci qrupu da, ardıcıllıq qrupu da. Mən qrupları bir-birindən seçməzdim. Ona görə ki, hər birinizin təqdimatınızdan çox razı qaldım. Tətbiq etmə də çox gözəl alındı. Vaxtdan istifadə də çox gözəl, çox mükəmməl alındı. Hətta mənim gözlədiyimdən çox yaxşı nəticə. Sizdən çox razı qaldım bu barədə. Aha. Əməkdaşlığa görə isə bəzi qrup üzvlərimizdən bir qədər narazılığımız oldu. Yəni Fibonacci qrupunda da, bu ardıcıllıq qrupunda da, eyni zamanda silsilə qrupunda da. Demək olar ki, əməkdaşlıqda bir qədər zəiflik hiss olundu. Gəlin, yaradıcı tətbiq etməyə belə bir məsələnin həllinə çalışaq. Deməli, məsələmizin şərti nədən ibarətdir? Diqqətimiz ekrana, monitora yönəlir. Tərəfi 16 cm olan bərabər tərəfi ölçübucaqdır. Bunun daxilinə təpələri, onun tərəfləri orta nöqtələr olan üçbucaq çəkilir. Təsəvvür edin və məsələni oxuya özünüz yerinizdə qeyd etməyə çalışın. Eyni qayda ilə ikinci üçbucağında daxili üçbucaq çəkilir. Alınan üçbucaqların perimetrlərinin cəmini tapmalıyız. İkinci şərtimiz isə 0 dövrdə 7. Bu sizə artıq aşağı sinifdən məlumdur. Yəni, bəli, saf dövrü kəsirdir. Lakin bunun isbatı bizim bugünkü dərsimizlə birbaşa əlaqəlidir. Görək bunu. Neçə dəqiqə vaxt ayıraq? 3 dəqiqə kifayət eləyər. 3 dəqiqə vaxt ayıraq. 3 dəqiqə ərzində hər qrupun izahını. Mən sizə dedim, əməkdaşlığımızdan bu qədər narazı qaldığını demədim ki, bu qədər mübahisə olunur. Bir qədər fikirlərimiz bu cəmliyi. Hər üç qrup cavabları mənə təqdim edəcək. İzah kimsə çağırır. Bəs əlbəttə ki, hər qrupun tapşırır. Hər qrupun ayrı tapşırılır. Yəni, ümumi qrup müqavilələri həll edilir. Hı hı.
Aha, izah üçün kimin fikri var? Mən bilirəm ki, hər kəs hazırlıqlıdır. Kim izah eləmək istəyir? Gəl görüm Fəridə, gəl görüm. Biraz cəld ol, biraz cəld ol. Diqqətlə qulaq asaq, görək sizin fikirlərinizdən üstündə düşürmə, əlavəniz olsa bildirin inşallah. Bir görüm qızım. Neçəncədə deyil? Bir dəqiqə qızım, hesabla görüm uşaqlar hər biri müzakirədə iştirak edə bilərmi? Necə başlayır proses? Kim deyər? Kim izah edir? Silsilə qrupu hansı görürük? Mən istəyirəm görüm hər biriniz axı. Çünki neçə bərabərsiniz? Bəli, tamamilə doğrudur. B1 bölmək istəyirəm. Aha. Yaxşı, uşaqlar, deməli, hansı düsturu tətbiq elədik? Kim deyər? Bəli. O düstur kim deyər? Necə alınır? En həddin cəm düsturundan necə alına bilir? Tərəfinə görə en sonsuzluğa yaxınlaşdıqca modulda Q kiçikdir birdən, yəni modulda Q vahiddən kiçik olduğuna görə sıfıra yığılır və bu düstura S bərabərdir, B1 bölünsün, 1 çıxılsın Q düsturu alınır. Aha, tamamilə düzdür. Çox xoşum gəldi, çox gözəl izah elədiniz. İkinci işi kim gəlib təqdim eləmək istəyir? Yox, eyni qrup üzvü olmasın. Gəl görün ilkin. Nəsə pasiv davranırsan. Gəl görüm olur. Birazca vaxtımız getməsin. Aha. Artıq biz aşağı sinifdə bundan tanışdıq. Uşaqlar, bu hansı adı? Sən yaz oğlum bizim, mən uşaqlardan soruşum. Bu necə dinləyər? Əl qaldırırsınız. Əylər. Həndəsi silə yardımdır. Saf dövrü kəsir. Başqa hansı kəsir var? Qarşı dövrü kəsir. Yəni biz onu aşağı sinifdə, yəni 6-cı sinifdə artıq necə çevrilirdi, adi kəsirə bilirdik. Lakin nəyi bilmirdik? Necə yarandığını Görə indi ilkin ispat eləyə biləcək mi? Baxaq. Kim deyər burada? Deməli, birinci hədd nə oldu? İkinci görüm. 10-da 7 oldu. Birinci 10-da 7. Q isə 10-da 1-dir. Saf dövrü 10-luq kəsir. 10-da 7, saf dövrü 10-luq kəsir. 0 dövrdə 7, saf dövrü 10-luq kəsirdir. Həndəsizdən sonsuz azalan cəm düsturundan istifadə edərək bu şəkildə ispat edək. Çox gözəl. Keç əyləşin uşaqlar. Nəticə? Bəli. Əlavəniz var uşaqlar? Gəlin belə eləyək. İnternetdən çox maraqlı bir crossword götürmüşəm mövzumuzun adı ilə bağlı. Gəlin birlikdə onu işləyək. Deməli, baxaq görək. Bir qədər dərsimizə, əylənizə qataq. Görək.
nəticə qatmaq məqsədi ilə crossword işləyəcəyik. Gəlin birlikdə işləyək crosswordu. Görək kim necə bacarır. Xahiş edirəm, yoldaşlarınıza hörmətlə yanaşın, əməkdaşlığı gözləyin. Birinci sualımız belədir. Azərbaycan riyaziyyatçısı. Qoy bir qədər pasif uşaq. Nəsrəddin Tusi. Cavab doğru. Düzbucaqlı, üçbucaqlı tərəf. Düzbucaqlı, üçbucaqlı hipotenus. Bəli. Üçüncü, müstəvidə kəşfməyə nüsxətlər. Paralel nüsxətlər. Doğrudur. İspatsız təklif. Görün. Aksiyon, bəli. Sonra, ardıcılığın hansı növü? Qrupunun ardıcılığın Seymour, niyə? Fibonacci, bəli. Doğrudur. Cəbirdə hansı termini tanıyırıq? Cəbirdə hansı termin? Zaur desin. Limit. Limit. Doğru. Növbəti sualımız. Çevrənin ikinci nöqtəsindən keçən düz xətt. Tamamilə doğru. Kəsən. Deməli, sizin cavablarınıza görək cavablarınıza nə gəlir? Silsilə. Hər kəsi. Ev tapşırığı, uşaqlar, ev tapşırığına vaxt ayırırıq. Deməli, bizim ev tapşırığımız məsələ belədir. Məsələni qeyd edin, çünki evdə həll edəsiniz. Gündəliklərinizi də xahiş edirəm, gündəliklərinizi açın. Hər üç qrupun fəallığından razı qalmışam. Ancaq qrup üzvləri arasında aktivlik Aydanda, Fidanda, Fəridədə, Ramilədə, sonra Sunayda, Tərlanda, Lamiyədə, Nuranədə daha çox hiss olunduğuna, daha yüksək olduğuna görə onları 5 qiymətləndirəcəm. Digər üzvlərimizi 4 qiymətləndirəcəm. Bir qədər yalnız crosswordda iştirak edən uşaqlarımıza onu demək istəyərdim ki, biraz da artıq çalışsınlar, mövzunu daha da ətraflı öyrənməyə çalışsınlar və ev tapşırıqlarımızı götürürük. Ev tapşırığımız nədən ibarət olacaq? Demək, düz bir yolda hər 3 metrdən bir ədəd alma var. Gözünüzün qabağına gətirin məsələnin şərtini. Yolun başlanğıcında isə bir səbət qoyulur. Bu məsələni evdə həll edəsiniz, gələn dərs müzakirəli davamını izləyəcəyik. Deməli, Yusif səbətin yanından hərəkətə başlayır. Qarşısına çıxan hər bir almanı götürüb səbətə qoyur və beləliklə bu minvalla bütün almaları yığana qədər 270 metr yol gelirsə, demək ki, Yusif səbətə neçə alma yığıb. Bu məsələni ətraflı fikirləşəcəksiniz evdə. Uşaqlar, yekun olaraq sizin fikirlərinizi almaq istəyirəm, dərslə bağlı. Nə öyrəndik? Nə öyrəndiniz? Nələri bildiniz? Nələri bilirsiniz və nələri bilmək istəyirsiniz? Buyurun, eşidirəm. Biz bu dərsdə silsilərin qədirdə nə vaxt yarandığını, onların işarəsinin nə vaxt kim tərəfindən yarandığını öyrəndik. Ancaq biz silsilə, ədədi silsilə, həmdə silsilənin xassələrini, onların nə vaxt işləndiyini bilirdik. Bəli, daha da tətbiq sahəsini daha da öyrəndiniz. Sonra nələr öyrəndiniz? Silsilə yalnız riyaziyyatda deyil, bütün fənlərə, bütün terminlərə aid edilir. Bütün digər elmlərlə də əlaqələri. Bəli. Bütün iqtisadiyyatda əsasən bank sahəsində nədən istifadə olunur uşaqlar? Bank əməliyyatları hansı düstur vasitəsilə aparılır? Bizim elə öyrəndiyimiz. Sonsuz